Əziz şagirdlər, yenə buraxılış imtahanlarına düşmüş suallardan ibarət bir PDF-dən 4 ədəd hardasa test seçdim. Onu sizin üçün izah eləyəcəm bugün. Deməli, 19-cu suala baxırıq. Bizdən düzgün cavab istəyir. Both Jane and I presented an important project last week. Deməli, burada biz bilirik ki, burada iki qayda var. 1. Cümləmiz başlayıbdır both and-lə. 2. Zaman ifadəmiz, zaman zərfimiz last week-dir. Last week hansı zamanı bildirir? Last week keçmiş sadə zaman göstəricisidir. Ona görə əmlə arı atdım. Və both and özündən sonra cəm xəbər tələb edir. Both ümumiyyətcə özündən sonra cəm isim tələb edir. Amma and ilə birləşəndə burada Jane və mən 2 nəfərdir də. Xəbərimiz də cəm olur. Xəbər cəm olduğuna görə was-dan wasn't-ı çıxarsaq qaldı were. Both Jane and I were presented an important project last week. Keçən həftə Jane və mən hər ikimiz önəmli bir projeyi təqdim etdik. 20. Make up a sentence cümlə qur. Quracağımız cümlə əgər nəqli cümlədirsə, cümləni mübtəda ilə başlayırıq. Məsələn, əmr cümləsidirsə birbaşa xəbərlə başlayırıq, çünki əmr cümləsi mübtədası gözlə görünmür. Amma nəqli cümlədirsə birbaşa mübtəda ilə başlayırıq. Mübtədamız nə ola bilər? Canlı və ya cansız fərqi yoxdur. Bir isim və yaxud da şəxs əvəzliyi ola bilər. Burada bizim mübtədamız nə ola bilər? Ya the capitaldır, ya da Moscow'dur. İndi baxaq, mən verə bilərəm ki, Moscow mübtəda, sonra xəbər gəlməlidir is, 2, 4, the capital of Russia. 2, 4, 3, 1 ola bilər. Burada məsələn 2, 4, 3, 1 var mı variantlarda? Y variantı var. Çevirsəm bu tərəfə. The capital of Russia is Moscow. Belə də verə bilərəm. The capital of Russia is xəbər Moscow. 3, 1, 4, 2 də olmalıdır, amma ola bilməz variantda. Çünki hər iki cümlə quruluşu düzgün olduğuna görə cümləni fırlatsam belə də cümlə qura bilərəm, belə də. 3, 1, 4, 2 olmadığına görə 2, 4, 3, 1 götürürük. Sonra, indi məsələn burada 3-ü verirəmsə, the capital əslində böyük hərflə yazılsa hamı biləcəkdir ki, cümləmiz bununla başlayır. Moskva xüsusi isim olduğuna görə cümlənin başında da ortasında da zaten böyük hərflə yazılmalıydı. Amma birinci variant daha uyğundur. Sonra 21-ə baxırıq. The timetable of trains hung on the wall. Uzlaşmada belə bir qayda var ki, biz əgər necə deyək, ipucu veririksə, həmişə uzlaşmada nəyə fikir veririk? Oflu ifadə varsa, ofdan əvvələ baxırıq. Apostrofes varsa, apostrofesdən sonraya baxırıq. Burada ofdan əvvəl nəyimiz var? Timetable. Timetable tək olduğuna görə were və are atılır. Yəni tək ismin tək xəbəri olar. Was və is qalır. The timetable of trains was hung on the wall. Divardan asılmışdı qatarların cədvəli, qrafiki və 4 asılıdır da hal-hazırda. Sadəcə zaman fərqi var. Hər ikisində xəbər təkdir. 2, 4 cavab C variantı. Bir də 22-yə baxırıq və burada test əvəzlik testidir. Düzgün cavab istəyir. This kettle switches off by. Biri bilirik ki, cümlənin sonunda ümumiyyətcə by əvəzliklərdən self-lə işlənir. Self-lə işlənirsə və biz refleksiv seçəcəksə, baxırıq variantlarımızın çoxsu refleksivdir. Refleksiv seçəcəksə, o zaman cümlənin mübtədasına baxırıq. Mübtədamızla refleksiv pronounumuz həmişə bir-birindən uyğun olmalıdır. I-dırsa myself, he-dırsa himself, she herself, you yourself ya da yourself is, we ourselves is, it itself, they themselves is və s. Və s. deyəndə hamısını saydım da. This kettle cansız olduğuna görə siz onu nəylə hansı əvəzlikdən əvəz eləyə bilərsiniz? It-lə əvəz eləyə bilərik, cansızdır və təkdir. Və ona görə onun da refleksivi, yəni qayıdış əvəzliyi olur itself. By itself. Deməli, bu çaydan özü özünə sönür. Himself, herself insana, kişi və qadına aiddir, canlıdır. It's deməli özündən sonra ya isim tələb eləyər, ya tələb eləməz, amma yəli hal bildirir. Qaldı it. It də ki obyektdir. Burada isə özü özünə söndüyünə görə
itself seçəcək D variantı.